Salamlar, saygılar, əziz, hörmətli izləyənlər. Bugün yeni bir proqramla sizin xidmətinizdəyik. Bu proqram həsr olunur İranda baş verən hadisələr və olaylara və e, zəng yenə İranın başının üstündə dolanır və ehtimalı vardı zəng baş verə. Və o cür ki xəbərlər gəlir, Sipahi Pasdaran bir seri təhərrükata əl vurubdu, bir seri niruların o yerbəyer edir, o yan bir yana çəkir və yeni bir sazman verir öz təşkilatına və sərhədlərdə yerləşir, güya bir hazırlıq gedir. Bu bir tərəfi qəziyyədir, amma siyasi cəhətdən İran böhrandadır və yenə də həmlələr məclisin tərəfindən Pezeşkiyana olur və Pezeşkiyanın istizahı mətrəhdir və hələlik müzakirələr gedir. İranın siyasi səhnəsində güya deyirlər ki, Pezeşkiyanı müttəhəm edirlər. Pezeşkiyanın heç proqramı yoxdur və bu vəziyyəti ki İranda icad olubdur, bunun müsəbbibin Pezeşkiyan bilirlər. Dərhal ki Pezeşkiyan da onlara deyir ki, müxaliflərinə deyir ki, bu mənim yaratdığım problemlər deyil cəmiyyətin içində və İranın daxilində. Bu teknolojiyə, bu bərqə, bu susuzluğa, bu fulana deyir, bu 46 ilin mirasıdır ki, bu günləri gəlib mənim əlimə yetişib, o şiddətlə daha bərbad vəziyyətin mən mirasdarıyam və bu mənə miras gəlib çatıbdır. Və əgər bir adam eləyə bilir bu hakimiyyətin bu böhranlarına, bu vəziyyətə bir yolu ola, gəlsin buyursun mən xidmətindəyəm və işləri təhvil alsın və işləri görsün. Ələnəm bunu hakimiyyətin daxilində deyir ki, birinin proqramı var. Bu vəziyyətdən çıxmağa gəlsin mənə versin və mən canla başdan onu alırım. Əlbəttə burada bizim Pezeşkiyandan biz himayət eləmək deyil. İranın vəziyyəti, bərbad vəziyyətini sizə təşrih eləmək, sizə tozih verməkdir. Yoxsa bizim hədəfimiz o deyil ki, İran hakimiyyətini müdafiə edək, ya birini orada müdafiə edək. Az cümlə Pezeşkiyan olsun və Pezeşkiyan hakimiyyətin bir məmurudur və hakimiyyətin xidmətindədir və bu hamıya aydındır. Düzdür Azərbaycanlıdır. Düzdür Azərbaycanlılar çoxluqca ona səs veribdir, təəssübə girib və o demək deyil ki, bir dənə İranın məmurunu Azərbaycanlılar dəstəkləyibdir. Yox, Azərbaycanlılar Pezeşkiyana səs verməklə özünün İranın siyasi dairəsində öz qüdrətlərini, öz güclərini göstərmək nümayişi idi o referendumda. Bir əmələn də biz gördük ki, Azərbaycanlılar çoxluqca ona səs verdilər. Niyə? Gənə də buna təkrar edirəm. Ona görə ki, Azərbaycan ki, deyirdilər bir ədəddir, eləyə bilməzlər, bir iş görələr filan. Bizim Azərbaycanın milli hərəkətinin hətta fəalları da getdi, dedilər ki, biz gücümüzü hakimiyyətə göstərməliyik. Bu qüdrətimizi İranda o paniranizm təfəkkürlü, o nasyonalizm milli ki, faşizmə çəkibdi bu günləri İranda, onu ortaya qoyub və ortaya dostlar, bu günləri bizim böyük şəxsiyyətimiz həmişə vücuduna fəxr elədiyimiz Cənab-ı Düstur Yəhya idi ki, həmişə
gəlib bir millətimizin xidmətində, millətimizə analiz, təhlil verir. Onun üçün bu günləri də gənə də növbəti bir verilişdə xidmət üzrəyik bircə və bir dənə müzakirə aparacağıq. Belə bu danışdığımız söz haqqında Aydüştür Yəhyayı öz fikirlərini, öz düşüncələrini deyəcək və mən də sorğularla xidmətində olacağım. Aydüştür, xoş gəlibsiniz. Təşəkkür eləyirəm sizdən ki, gənə də həməşəki kimi söz tapamıyorum deyəsən. Ben de sizden teşekkür ederim Cenab-ı Süleyman'ım. Ben de gerçekten de milletimizin hizmetinde olmak bizim için büyük bir iftihardı. Ve aynı zamanda hem Yelda Cicesi dünün akşam idi, kışa giriş akşam idi. Onu tebrik ederim. Aynı zamanda indi bir neçə dəqiqə bundan qabaq traktör timi, Azerbaycan'ın traktör timi onunla müsabıqa veren bir Ərəb timlərinin birine 2-1 galip geldi. Hem de 92. dəqiqədə. Bunu da Azerbaycan milletimize tebrik deyirəm. Çox maraqlı xəbər idi. Mən heç bilmirdim. Devam eləsin. Bəli, bunun yanında bilirsiniz ki, geçəndə Perspolisi de yendi. Traktör ona da galip geldi. O da bizim için ümit vericidir. Aynı zamanda bizi Azerbaycanlıları sevindiren bir haberdi bu. Bizim bilirsiniz ki traktör timimiz artık bütün Azerbaycan'a mal olmuş. Hatta hem Şumala hem Cunuba hem de Türkiye'de milyonlar taraftar tapıp traktör. Ona göre ben size de tebrik deyirəm. Bu vasıtayla ki bu başarını size tebrik ederim. Aynı zamanda sizin aracılığınızla bütün Azerbaycan'ı tebrik edirəm. Çok güzel söhbətlere işare buyurdunuz. İran hara gedir gerçekten? Yani İran'da neler olur? Ben sizin dediğiniz o söhbətlər ki, Ay Pezeşkiyan belə deyib, mən Ay Pezeşkiyana çok inanmıram. Dəlili də budur ki, Ay Pezeşkiyan siz işarə elədiniz kimi. Biz də inanmırıq, Aydüştür. Çox üzr istəyirəm, sözü kəsirəm. Əlbəttə mən də qoyutunda icazə verim, mən də təbrik deyim, ondan sonra sözümüzə başlayaq. Mən də traktorun uğur qazanmağını Azərbaycan millətinə yox, bəlkə bütün Türk millətinə təbrik deyirəm. Yəni Türkün fəxri olan, bütün türkçülüyün, milliyyətçilikimizi, hüviyyətimizi türklük dünyasında mətrəh elədiyi üçün bütün türklərimizə, məxsusən Azərbaycanlılarımıza təbrik edirəm. Umud edirəm ki, bizim mübarizəmiz siyasətdə də elə o cür uğurlu olsun ki, inşallah qətən olacaq. Bəli, Aydüştür. Bilirsiniz, inanmıram, biz əlbəttə mən də ərz elədim elə sözlərimdə ki, o İranın bir dənə hakimiyyətinin cadıdır. Amma biz vaqiyyətləri də zad eləyənmərik. Dana bilmərik ki, vaqiyyət budur ki, o 46 ilin o bərbad vəziyyətinin miraslarıdır da, ona miras çatıbdır da. Bunu üçün dana bilmərik. Niye Ay Süleyman'a? Hatta onu da biraz tanışma olar onun üstünde. Bakınız, indi bu 2 ilə yaxındır ki, biləxərə dövlət qurub. Və bu dövlət işini qabağa aparır. Və əlan dolar bugün 132 min tüməndir. Bu hükümət alanda 70 min tümən civarındaydı. İndi bu gəlib yetişib 132 min tüməni. Bu demək ki, dövlət ağayı Pezeşkiyan ya tim iqtisadısı ilə və ya mesela apardığı siyasetlə milli pulun, riyalın değerinin aşağı yukarı bu kadar düşürüb aşağıya. Bu ağay Pezeşkiyanın bərnaməsizdən, bilmirəm, mən mənviyyat rəhbərdən mənim bərnaməmdir, mənim öz bərnaməm yoxdur filan bəhməm. Bunu deməklə bu özünü məsuliyyətdən qutaranmaz. Mən demirəm ki, o cinahı məsələn hakimiyyətin obursu cinahları düzdür, bu cinahı pisdir. Elə dediğiniz kimi 46 ildir yürüdülən siyasətin nəticəsindədir bu. Nəticəsi bu olub. Amma vaxtı ki 132 min tümənə dolar yüksəlibsə
Yani ağay Pezeşkiyanın iş başına gelmesiyle indiyene kadar bu kadar artış, bilirsiniz ki təvərrüm demek, biz iktisadda bir deyim var. Təvərrüm yani gizli maliyyatdır, gizli vergidir ki devlet milletten alar. Devlet milletten, hele yoksullardan gizli bir maliyyat mahiyyətindedir. Mesela təvərrüm. Baxın görün təvərrümün indi ilə təvərrüm hətta işə başlayanda nə qədərdir, indi nə qədərdir. Bax elə bu acil şəbi yəlda deyirlər də, yəni qış gecəsi. Dünən yenə rəsmi rəqəmlərə görə acil şəbi yəlda 72% geçenden nazaran yükselip kıymet. Mebat Gazali'nin aşağı yukarı 100% iki beraber olup. Aya hukuklarda mı iki beraber olup? Aya gelirlerde mi iki beraber olup? Axı yoksulluğun bir sınırı var. Bu ağay Pezeşkiyan biləxərə bu dövləti idarə edir. Məsuliyyəti var qanuna əsasiyə görə. Qanun əsasiyə görə ikinci şəxsiyyətdir. Xameneyi bu der vaqa seçilmiş birinci şəxsiyyətdir. Çünki Xameneyini heç kəs seçməyib. Xameneyini Məclis Xəbirqan seçib, Məclis Xəbirqanı da bilirsiniz zaten adını qoyublar üstündə, Məclis Xuftəqan. Hamısının yaşlılarını məlumdur der neyinir, işi nədir. Amma ağay Pezeşkiyan millete söz verip, hiç olmasa bir neçə mövriddə söz vermişdi Ay Süleyman. Bəli. Bunu biz nəqd eləməli yox. Bir, demiş ki, mən iqtisadi vəziyyəti düzəldərəm. İki, interneti azad edərəm. Yani o zatları mesela kaldırıram. O şeyler ki hani WhatsApp'ta bilmem WhatsApp'ı gerçi kaldırırım ama Telegram'da WhatsApp'ta o diğer internet zatlarını onları kaldırırım. Ondan sonra azadlık meselesinde söz vermişti. Ki ben camiada biraz azadlık imkanı yaratacağım. Bunların hiçbiri olmadı. Ne iktisadi dedikleri düzeldi, ne təvərrümün qabağı alındı, ne de ki hani fəzai məcazi deyirlər onları, ne onlarda bir azadlık oldu. Ve bunun yanında da təvərrüm de bu şeye yükseldi ve dolar da 132 bin tüməni geçti. İndi suçlu axtarırlar. Kimdir, kim müqəssirdir? Ay Pezeşkiyan deyir, mən deyirdim, qabaqçılar idi. Ama bu da özde qabaqçıların içindeydi. Bu 20 il nümayəndə məclisidir. Azərbaycanın nümayəndə məclisində nümayəndə idi. 20 il orada Biləxərəmin təcrübəsi var idi. Bu öz başına seçilmeyip yani hesap kitap bu danışqa Təbrizdə nə qədər danışılan başına bəla gətirib bu adam. Ama mən heç bunların hamısını qoyuram kənara. Deyirəm qardaş, o bir il yarımda, 2 ildə neynəmişsən bu camiye? Bu bir. İkinci mesele bu da ki, indi rejim zaten birbirine değir. İndi mənə Ay Pezeşkiyan qeyri-müstəqim deyir ki, mən istedim dünya ilə təamül edeyim. Dünya ilə təamül edeyim ki, yani bu təhrimləri qaldırım, nəftimi rahatlıqla satım, beraber neftimi getirim, İran'da iktisatta bir koşayış olsun, iktisatta bir canlanma olsun. Bunu koymadılar. Bunu koymadılar, eləyəmədim. Ama sen bunu gel açıkça de. Kim koymur? Elə həmişə bunu deyir. Siz gəlin, özünüz əncam verin. Mən belə gəlmə olur axı. Ay, ne ay Süleyman'ı durup gedib deyə bilərsən ki, çəkil kənara, mən istəyirəm burada oturum. Bu sadəlikdə deyil. Sen məsul icrayı məmləkətsən. Məsul qanun əsası sən. Gərək qanun əsasını sən icraya qoyasan. Eğer eləyənmirsən, icra eləyəsən, niye orada oturmuşsan? Bu bir. İkincisi, hələ bundan da mühim zat budur ki, dilə gəlmir. Dil qoymurlar. Elə fəqət ikidə bir sözü budur ki, qoymurlar. Ama kim qoymur? Niye qoymur? Hedef nedir? Aya hükümet içinde ayrı hükümetler de mi var? Rəyasət-i Cumhuri bir Ben, dənə fərmayişi bir dənə caddır. Nə ben. mənadır?
Hökumət əslən zad eləmir, məxsusən dayı bunu yap heç qoymurlar. Ay Süleyman'ım, ben ona o kadar şeylemirəm. Yani onu o kadar rahat görmürəm. Həmişə hükümetler içerisinde böyle müşahireler olar, hükümetler içerisinde böyle mücadeleler olar, hükümetler içinde vuruşmalar olar, dövüşmeler olar. Çünkü menfaatler birbiriyle çakışır. Bəlkə mənfəətlər bir-birinə çatışsa, O cinahay bir-birinə fikri və mənfəətlər cinahay ki toqquşsa, bir-birindən mənfəətləri var. bəli, O cinahay fikri və düşüncə bəli, baxımından və də bəli, bunlar axı tək mənfəəti mesela cinayət fikri deyil. Bunların maddi mənfəətləri də bir-birindən tam toqquşur. doğrudur. Tam Bu, bunda bu milyarlar pul o yüz olur. düzdür. Tam doğru. Bax, bu yine Pezeşkiyan, elə bir dövlət havayı Pezeşkiyan təslim tutub ki, o ərzə tərcihi deyirlər. Daru için de, dava dərman için. Bəli. Onu qaldıraq, onu da azad edək. Yəni o da olsun, daru için eşikdən gətirilir. O da 100 min tümən olsun. Siz bilirsiniz ki, bu nə fəlakət yaradar məmləkətdə. Əlan elə yaradıbdır. Dava yoxdur ki. Bir də sən bunu düşün ki, əgər bu axıb, sən bunu azad eləməklə kimə xidmət edirsən? O nəhadlar, o qüvvətli adamlar ki, darı var edirlər. Onlar pullu olur. Onların imkanatı maddəsi çoxalır. Amma millətə zərər verirsən. Ay düşdü. Milləti Baxın, siz sistem iqtisadiyyat Amerikadan qətən sizin o kapitalistidir də. Bu bəli, bilirsiniz. bəli. Və mən düşünürəm ki, mən şayad təcrübədən görürəm, amma siz elmi bunu bilirsiniz, analiz eləyibsiniz dəfələrlə falan. Bir dənə rəqabət yaradıb hakimiyyət burada. O rəqabət beyni sərmayədarlar, o sahibkarlar zad olubdur, rəqabət yaranıbdır. Hər kim nə mənə varid eləyir, eləyir. Nə tövlid eləyir, eləyir. İndi neçəyə də satır, özü bilər. Gedib bir dənə kompüter ki, məsələn bu markanı gedib bir dənə dükandan ala bilərsən 1000 dolara, o birisindən alarsan 700 dolara. Ona görə Amerikada heç kəs gözü bağlı məsələn bir dənə kompüter almaz. Gedər əvvəl internetdə vurar, hansı kompaniya düzəltdi. Burada ərz də yoxdur, filan da yoxdur, behman da yoxdur. Niyə? Ona görə ki, burada rəqabət azaddır. Rəqabət eləyir. Hər sərmayədar da istəyir çox mənfəət eləyə, ucuz sata və ucuz gəliri ola ona. Bu fikir eləyir bəlkə ağay Pezeşkiyan. Məsələn, İran ki, əslən orada inzibat yoxdur, nizarət yoxdur, ondan sonra rəqabət salim yoxdur, qudrət iqtisadi sipahın əlindədir, filandadır. Elə bilir, ərzi azad olanda Amerika kimi hər nə öz bərabər gedəcək qabağa. Ola bilməz axı. Bəli. Dəqiqən siz, bəli, əhəmiyyətli bir şeyi işarə elədiniz. İran iqtisadının %60, %70'i zaten dövlətin veya dövlətə bağlı şirkətlərin əlindədir. Zaten nə bilim, Aslan Quds Rəzəvi var. Özü böyük bir təşkilatdır. Nəhadhay rəhbəriyə bağlı nəhadlar var. 15 Xordad bilmirəm, hesabı imam deyilən filan, bunlar hamısı hərəsi özünə görə bir qudrətdir. Və bunlarda rəqabəti salim olmaz, olanmaz zaten rəqabəti salim. Qaldı ki, İranın elə şah zamanından da biləydi, ticarət xaricisi dövlət əlindədir. Ticarət xarici Cumhuriyet İslam İran dövlət əlindədir. Dövlət ilin başında deyər ki, hansı mallar hangi maliyyatla sadır olacak, hangi mallar hangi maliyyatla varid olacak. Və listə verirlər. Və buna görə siz onu azad bir iqtisad, yəni rəqabəti bir iqtisad İranda hakim deyil. Ola bilməz. Ola da bilməz bu şərtlərdə. Çünki dövlətin əlindədir bu. Bəli, bəli. Ərz elədim ki, bu zaten bahis olur ki, millət yoxsul insanlar, hələ
nümunəsini biz sizə deyim. Mən İranı öz içindən sizə xəbər verirəm ki, dünən İsrail gün danışırdıq biləxərə, hamımızın qohumumuz var, familimiz var, bizə yaxın adamlar var. Onlarla danışanda Ağa Süleymani artıq kilo milo deyil də qrəmlə şey alırlar. Məsələn 150 qrəm, 200 qrəm. Hani yemiş diyoruz da biz şey gecəsi, Yelda Çilə gecəsi için gecəsinə. 200 Acilə, qrəm, 200 acilə qrəm. yemiş və Ağacı da böyle. Bundan mesela 200 gram bundan, 200 gram bundan. Meyveler de bir tane, iki tane, üç tane, beş tane. Halbuki bilakare İran'da bilirsiniz ki kilo adlanırlardılar. Çünkü aileler büyüktüler. De İran'da ailelerin sayısı çok olduğu için tabiatan alışveriş çok olur. Ve her hal Oğuz'a iktisadı elə xərabdır, elə vəziyyət xərabdır ki, Ağay Qalibov ki özü də bu işdə səhmi var Qalibovun. Qalibov bilirsiniz də biləxərə Rəisimiz. Hezar famillərdən elə biri də odur. Ki siz bunu nəvəsinə gətirir və ya Ağay Lariganilər ki özlərinə görə bir məmləkətin bir parçası onlarındır və digərləri fərq eləməz. Elan eləyib ki Ağay Pezeşkiyanın istizahı mesela gündemdedir. Her gün istiza edebilir. Karar olup ki Seşembe günü hem Reis-i Banki Merkezi mesela Sazman Bernan Bütçe'nin müdürü ve Vezir İktisat filan bahman bunlar hamısı meclise çağrılıb ki mecliste bunlar beyanatta bulunsunlar. Yani mesela izah eləsinlər iqtisadi şərtləri. Ki əgər biliyorsunuz ki qanun əsasıya görə 4 vəzir eyni zamanda isticah olunursa gərək Reis Cumhur neyniyə? İstifa ediyor. Reis Cumhur'un zaten əmələn da istizah şey sayılır. Mustafi sayılır. Çünkü heyət dövləti artıq iş görənməz. Ama bu belə olacaq. Zanneləmirəm belə olacaq. Çünkü hiç yoktu alternatif bir şey yoktu. Yani hiçbir şahsiyet yoktu ki indi Ağay Pezeşkiyanın yerine koysunlar. Ona göre hala Və, Ağay Pezeşkiyanın və vəziyyət məmləkətdə böhran edir. bəli, Bizimki bəli, acilə bəli. işarə elədiniz, ay düşdür. Acil İranın tövlididir. İranın ən mühüm sadiratlarının biri elə şah zamanından indiyə qədər acildir olubdu. Bəli, bəli, Püstədir, mütəəssifانه. fındıqdır, badamdır. Əslən o Qacar dövründən indiyə qədər Bəli, hətta bəli. acil deyir o qabaq dolar morar yox imiş ki. Acillə hər nəyə qiymət güzar elə. Kitablardılar, düzdür. Bəli, xoşkibar deyirlər də bunların hamısı da. Bəli, xoşsubar Xoşkibarlar ki, deyil. hamısı bəli. Bəli, bunların bəli, vəziyyət əzimsər iqtisadi, bir də yoxsulluq dərəcəsi o qədər çoxalıb ki, Süleymani. Bu gün bir nəfər nümayəndə məclis deyir ki, bilirsiniz də dəhək deyirlər. Bəli. Ondalı. Birinci dəhək, 7 dəhək yoxsulluğun içindədir. O deyir ki, mən qorxuram ki, 8-ci dəhəkdə yoxsullar sınıfına girər və 8 dəhəki məmləkət yoxsullar zadına girmiş olar. İndi yine o nümayəndə məclisin dediyinə görə 55 milyon insan zir xətti fərqi yaşayır. Yəni Cumhur İslamının 46 ildə camiye verdiği töhfə budur ki 55 milyon insan 1404'te yoksulluk xəttinin altında yaşayır. Ve bu giderek çoxalır. Her gün çoxalır. Bəyət demin siz bir şey işarələdiniz. Tövlid meselesine gelince. Ay Süleymani bak vəzir sənət deyir. Deyir ki bazı sənayinin biz qazını məcburuq neynə qət edəyək. Kəmbudu qaz var. Qaz olan məmləkətdə ikincidir bilirsiniz də mənabə qazı dünyada. Rusiyadan sonra İran ikincidir. Sən məmləkətə qaz yetişdirənmisən. Sənayinin qazını kəsirlər. Qışda millət soğuqda məcburdur ki sənayinin bu vəziyyətdə Süleymanı 10 ildir İranda rüşd iqtisadı sıfırdır. Bəli.
10 il rüşd iqtisadi sıfırdır. Bunun gerek bu rejimin gerek başından tutasan dibine kadar. Hamısını belə silkələyəsən, deyəsən, bəs neynəmisiniz siz bu 46 ildə? Bəli, Nəticə nə olub? bəli, 46 ilin nəticəsi bu olub ki, 10 ildir iqtisad sıfır zadından yüksəlir. düzdür. Bax, siz sıfırla bu məmləkəti rüşd iqtisadı sıfır olan bir yerdə, bəllidir, millət yoxsulluq, fəlakət içərisində bir, hələ bunun yanında işsizlik var, bunun yanında nə bilim 1000 dənə ayrı problemlər qabağa gələr. Hələ bu biraz zahirdədir. Batildə bilirsiniz ki, buhranha ictimai deyirlər bunlara. Yəni boşanmalar olar, bunun yanında uşaqların evdən qaçışları olar, bunun yanında biraz camiədə nahəmahəngi olar, vuruşmalar, döyüşmələr, bunlar hamısı camiənin buhran içinde olduğunu gösterir. Bəs rejim Cumhuriyet İslamı 46 ildə bir buhrani bir vəziyyət yaradı. Bəli. Və bu buhrani vəziyyətin içindən Ağay Pezeshkian da məsuldur. Ağay Pezeshkian Çinini qurtaranmaz. Elə onun da buhran, Yox, onun da Çinindən qətlən o məsulluqdur. cürdür, ay düşdür, Bəli, qətlən o bəli. cürdür. Ki bu imkanı yoxdur ki, məsələn Pezeşkiyanı biz təbriz eləyək. Çünki Xeyr, xeyr. qəşəng bir sözə işarə buyurdunuz ki, 20 neçə il bu nümayəndə məclis olubdu. Məclisdə Bəli. Dərhal dövlətin o buna miras qoyub getdiyini bilirdi bu, düşünürdü bu və bu agahana gəlibdi dərhal kandidayı rəyasəti cumhuri olub və orada da özü zad edib. Amma düzdür, bu vaqiyyəti vardı ki, İranda bir dənə cəng naxastiyə və o İran pişbin eləmirdi ki, naxasta bir dənə cənglə dərgir olacaq və o da buhranları biraz da təşdid eləyir. Bəli, təbii indi tifakən siz bayaq söhbət müqəddəmədə buyurduğunuz kimi çox cəlib Tac Süleymani. Ağay Iraqçı Vəzir-ül Xariciyyədir. Ağay Iraqçı keçəndə dedi ki, camiədə elə bir şey yaradıblar ki, güya sabah yoxlayıcı, yaxında cəng olacaq. Yine yaxında İsrail İrana saldıracaq, İrana hücum edəcək. Belə bir şey yoxdur, nigaran olmuyor. Dünən Ağay Iraqçı deyir ki, ola bilər, cəng ola bilər, biz hazırıq, biz yəni özümüzü amadə eləmişik cəngə və eyni zamanda siz yine müqəddəmədə dediyiniz kimi İranın değişik noktalarında muşek havalandırırlar. Muşeklerin de havalandırılması değişik noktalarda, hem Azerbaycan'da hem ne bileyim ayrı yerlerde, bütün İran'ın değişik mentekelerinde nişan verir ki biz amadeyiz. Yani biz istiyoruz eğer İsrail hamlelese bize, biz de İsrail'e hamleleyeceğiz. Yani bir yerde hani dirsek gösterdiler birbirlerine. Umidvaram ki böyle bir cengi olmasın. Çünkü cəngdə biləxərə millətdir, orada yaşayan insanlardır. Zərər görür, evləri tikir, zad olur, xərablı olur, insanlar can verir. Bu iş olmasın. Ama bir təhrik məsələsi də vardır. İran da təhrik edir və yine bax bunun təhriki diyeyim dünən bu məsələ yalnız İran'da değil, bu Irak məsələsi də var. Irak'ta Həşr Şəbi deyir, mən əsləhəmi bırakmayacağım. Ne əsləhəmi bırakacağım, Hizbullah deyini deyir. Deyir, mən əsləhələrimi bırakmaram. Hələ ağır silahlarımı heç bırakmaram. Həşr Şəbinin də əlində ağır silahlar var. Deyir, bu silahları bırakmaram. Balaca qurumlar deyir, bırakaram. Amma Həşr Şəbi de Hizbullahsa deyir, mən bu zatları bırakmaram. Amma təbii budur ki, İranın siyasetinde kim nə deyir belli deyil. Ağay Xameneyi hərdən dalı oturur, hərdən qabağa geçir, hərdən bir şeyler deyir, hərdən belə deyir, hərdən belə deyir. Özü deyir ki, bu mesela şəraitə nə cəng, nə sol bizə zərər verir. Biz belə yaşayamayız. Əgər belə yaşayamasan,
Artıq biləxərə bir komitə qur, bir komisyon təşkil ver, vəzir umur xariciyyən var sənin, diplomatların var, biləxərə 40 neçə ildir bəzi bu diplomatların təcrübələri var. Bunlar eləyə bilərlər, otursunlar, məsələni həll eləsinlər. Axı biləxərə dünyada bütün davalar axırda müzakirə ilə həll olar. Bütün dünyada cənglər müzakirə ilə həll olublar. Müzakirə eləməlisən. Axı sən dərdin nədir ki? Mən Amerika ilə müzakirə eləmərəm çünki inanmıram ona. Biləxərə o da deyir, mən də İranla müzakirə eləmərəm çünki İrana inanmıram. Biləxərə buzlar bir yerdə əriyə də. Bir yerdə oturasınız, o müzün o tərəfində, bu müzün bu tərəfində. Ağa Irakçı deyim, biz Vitkovla 4 dəfə oturduk, müzakirə elədik, heç bir nəticəyə varmadıq. Heç bir nəticə almadıq, bir də bundan sonra müzakirənin bir mənası yoxdur. Aya bunu Ağa Irakçı özü mi deyir? Ağa Irakçıya diktedirlər, deyirlər, de bunu. Ki, yəni əmələn heç bir müzakirə Amerika ilə indi güya qabağa getmir. Və vaxt ki, onunla müzakirə qabağa getmir. İsraillə də ki, zaten vuruşmaq halindədir. İsrail elə bu insabatı ki, dubara həmlə eləyər. Və bu da İsrailin öz xəbərlərinə görə, dünya xəbərlərinə görə İsrail ilə yaxında həmlə eləyə bilər. Hətta bilirsiniz, gəldiyin həftə Ay Netanyahu istər gəlsin Amerikaya. Bu ya gəlir Amerikada Ay Trump'dan icazə alsın ki, həmlə eləsin. Yəni bunlar hamısı bəhs olunur, söhbət olunur. Ümidvaram ki, nə dedim, bu cəng qabağa getməsin, belə bir hadisələr qabağa gəlməsin, millət aramış içərisində yaşasın. Aramış ki, yoxdur, yoxsulluq var, fəlakət var. Millət doğrudan əziyyət halinde. Bax, 10% cəmə yaxşı yaşayır Ay Süleyman. 10%. 10%-in nə mali məsələsi var, nə məskən məsələsi var, nə ruzi məsələsi var, nə alış, Onlar nə da verir. hakimiyyətə bağlı adamlardırlar da. Bəli, bu təbiidir, onlar bəziləri hakimiyyətə bağlı olmaya bilər, amma hakimiyyətin rentasından faydalanırlar. Yəni onlardır ki, dedim, petroşimi Rantlardan istifadə edir. rantlardan istifadə edirlər. Petroşimi 40 milyara yaxın eşya sadir edilir. Amma bunun çox bir miqdarı gəlmir, qeyitmir. Bir ildən sonra gətirsə belə adam pulunu, əgər bugün 130 min tümənə $1 satsa, o vaxt 200 min tümənə satacaq $1. Bir baxın görün ki, neçə milyar tümən elə bu biraz gətirsə faydalanır. Düzdür. Bugün Ağayev zat Qabaqçı vəzir umur və Banki Mərkəzinin müdürü idi. O bugün elan eləyib ki, ondan soruşub bir xəbərniqar ki, siz zənn edirsiniz ki, dolar 150 min tümən ola, o deyib təbiidir. Bu gedişlə 150 min tümənində aşacaq. Zaten biz elə bu bərnamədə dəfələrlə dedik ki, zaten kontroldan çıxıbdır dolar. Və bundan sonra doları kontrol eləmək mümkün deyil. Heç mümkün deyil. Ağay, o bir de Təbrizinin də ki, buyurmuşdunuz ki, 3000'ə çatardı zat, təvərrüm. Təvərrüm. Bəli. Bəli. Zaten o zaman dolar da məcbur olsun 250 min tümən. Daha da çox. Çünki da çox. Zaten bilirsiniz Süleymanov, biz buna deyərik dairə-i fesat iqtisadda. Fesat kəmbəri. İqtisad dairə-i fesat. İqtisad elə bir yerə geçsə, da bunu kontrol eləmək mümkün deyil. Gərək bunu pul çap edəsən ki, bunu idarə eləyə biləsən ki, bir yerdə kolaps olar, bir yerdə versən nə olar? Sınar, qırılar. Və bir çox dünya, bir çox məmləkətlərdə belə olub. İranda haqqı yox idi belə olsun. Çünki İran bir petrol satan bir məmləkətdir. Nəft satan bir məmləkətdir. İranın mənabə zirzəminisi var, mənabə ruhi zəminisi var. Fəqət liyaqəti olmayan adamların əlinə düşüb İran. İdari liyaqəti olmayan adamların əlinə düşüb, oyuncaq kimi rejimi görüblər
bu inəcində öz mənfəətləri üçün milyonlar insan İranda yaşayan, istər Türk, istər Fars, istər Ərəb, istər Kürt, istər Bəluç, istər Türkmen, bu insanları ne edirlər? Bu insanların haklarını, hukuklarını yiyirlər və o insanlar bu insanları ne edir? Bu vəziyyətə məhkum edirlər. Buna görə bizim təbii haqqımız vardır ki, səsimizi çıxardıq. Bizim zaten işimiz də budur. Yəni biz bütün bu rejimdən nə faydalanmaq istiyoruz, nə mesela istiyoruz bundan faydalanaq, bunun imkanları, maddi imkanlarından faydalanaq və ya heç herhangi bir adımız yoktur. Bizim vəzifəmiz budur ki, təbiidir ki, insanlarımızı roşan edək. Gerçi bu insanlar o kadar vəsail irtibatı gəlmiş çoxdur ki, insanlar çox şeydən xəbərləri vardır. Zaten çok şey de bilirlər, yaxından bilirlər. Amma bəzi insanlar vardır ki, tək bilmək deyil, görürlər. Yəni tərəf dünən gedir bazara, bu gün də gedir bazara. Bir həftədən də sonra gedir bazara. Baxır ki, dünən aldığı bir tümən, bir şey 100.000 tümənsə, gələn həftə gedir, baxır olur 150.000 tümən. Və bunları ləms edirlər. Süleymanı, yoxsulluq çox pis bir zaddır. Hələ məxsusən bəzi xanavadələrdə ki, kişi məcburdur uşağını neynəsin? Təmin eləsin. Uşağına başmaq təmin eləsin, uşağına giyim təmin eləsin, uşağına xörək təmin eləsin. Hətta uşaq bilirsiniz ki, mədrəsələrdə bəzən pul yığırlar. Bir uşağın pulu olmasa mədrəsəyə gedib digər uşaqlar verdiğinde bunun cibində pulu olmasa versin, bu uşaq təhqir olar. Camiədə bu təhqir qədər pis bir zat yoxdur ki, yoxsul insanlar təhqir olur. Yoxsul insanlar çörək alımında təhqir olurlar, meyvə alımında da təhqir olurlar, paltar alımında təhqir olurlar. Bunu biz demirik ki, bunu satanlar deyir. Adam deyir, geçən ilə nəzərən 50% satışımız aşağı gəlib. Sən 1 milyon xordaya adam çoxalıb İranda bir ildə. Becəyin ki, furuşun geçsin yuxarı, furuşun gəlib aşağı. Satış gəlib aşağı. Bu da göstərir ki, millət yoxsullaşıb. Millət yoxsullaşanda bəzi şeylərdən gerek vazgeçə. Elə dediyim kimi də, məsələn, qış gecəsinin, xoş kibarə qış gecəsinin bəlçilər. Gecəsinin bəzi zatların olmaması, ailədə uşaq deyil, biləxərə eşidir, görür. Bu uşaq, dediyim kimi, mədrəsədə uşaqlar bir-birinə ittilaat verirlər. Bir-birinə deyirlər, dünün gecə biz nə yedik? İstirahət gecə biz nə yedik? Hələ bunun yanında neçə nəfər cünubda, Süleyman, seldə boğulub. Neçə nəfər seldə boğulub. Axı 21-ci əsrdə yaşayırıq. Axı sizin dünənəcən quruluğudur. Kuraqlığıdır. Hamıya Allah'tan istedi yağış yağsın. İndi bu sefer yağış yağıp ayrı bir felaket. Yani bu devletin məsuliyyəti var. Bu vəzirlərin məsuliyyəti var. Ay Pezeshkiyanın məsuliyyəti var. Ay düşdü. Saaxtarı bir problemdir bunlar. Yəni bu problem elə dünənin, büyünün problemi deyil. Yəni camiədə o selin, ondan sonra dünyanın hər yanında, hətta məsələn Muğanda şah zamanıda. Muğanı gələndə mənim yadımdadır. Bir zərrə yağış yağırdı, sel gəlib aparırdı milləti. Sonra gəldilər qəşəng selgirlər açdı, zad elədilər. Ondan sonra çəkdilər, ondan sonra bir qətrə indi yağış Muğana bir qətrə yağış yağanda sel dünyanı aparırdı. İndi bir 10 il yaxsın. Suları alıb çəkib aparıb tökürlər Araza. Yəni Biləsuvarın yanından 60-70 kilometrdir. Selgirlər qoyubdular qəşəng o Azərbaycan sərhəddindən düz gedib Araza tökülür. Yəni bu qədər modern bir zatı fikirlər vardı camiədə ondan. Onu verməyiblər. Bəli.
Bəli. Xub təbiidir. Biləxərə İran milyonlar insan orada yaşayır. Oxumuş insanlar var, basavad insanlar var, bilgili insanlar var, müdür insanlar var. Bunları eləyə bilərdilər 46 ildə. Xub təsirlərini qoysunlar ki, cənubda sel neçə nəfəri boğmasın və ya neçə məzrəələri nabud eləməsin. O təbiidir, təbiidə bu imkan var. Ay düşür. Hələ Bizim vaxtımız az qalır, çox üzr istəyirəm. İstəyirəm bir başlayın. iki dənə sizdən sual soruşam. Bunu bir Başlayın. cəmbənd eləyim bu iqtisadi məsələni, bir siyasi məsələlərimizdən danışaq. Ay Süleymani, iqtisad məsələsində bütün iqtisadçılar artıq təslim olublar. Bayaq siz dediyiniz kimi Əbdül Təbrizi və ya digər iqtisadçılar, bütün İranda olan iqtisadçılar hamısı təslim olublar. Deyirlər ki, artıq bu rejim bu yapı ilə, bu saxtarla qabağa getməsi mümkün deyil. Yəni gərək əsasdan dəyişə. Əsasdan dəyişməsi üçün də məncə Ay Süleymani, elə bu rejim sonlanmalıdır. Bu rejim çökməlidir. Bu Əlbəttə rejim çöküb artıq də iqtisadi cəhətindən ay düşdür, çöküb də. Elə bundan artıq nə yox. təbii siyasi cəhətdən də çökməlidir. İndi dava Elə başlayıb istəyirdim Ay ora gələm Xamenei. çatam. Ay düşdük. Bu vəziyyəti iqtisadi. Bunun dalınca bir dənə də müharibə ola. Ondan sonra filan. Aya bu iqtidarı siyasi eləyə bilər zat ola. Özünü saxlaya bilər bu vəziyyətdə. Ümumən Ay Süleymani, böhran iqtisadi hər zaman bu mərhələyə yetişsə bir ictimai dəyişikliklər olar. Yəni bütün zamanlarda olub. 1200'e kadar mesela 1283'te İran'da büyük buhran iktisadı yarandı. O buhran iktisadının nəticəsi oldu inqilab məşruti. Aclıqdır zadı da. Əlbəttə aclıq iktisadı. Ondan sonra 1296 ilə 98 arasında bilirsiniz təqribən deyil bəzi qaynaqlar deyir 40%, bəzi qaynaqlar biraz az deyir. İranın cəmiyyəti tələf oldu. Bəli. Məruzçılıqdan, O yoxsulluqdan, fəlakətdən deyirmişlər ki, 80-a şükür, 80-a bəli, şükür. bəli. Çox. Və ondan sonra da Reza Pəhləvi bir kudeta ilə rejimi dəyişdirdi. İndi də elə bir vəziyyət yaranıb. Artıq ümid kəsilib, mümkün deyil bu belə qabağa gedə. Yəni düzəldilməsi də mümkün deyil. Yəni siz bayaq çox gözəl bir şey işarə elədiniz. Bu saxtar, bu yapı imkan verir ki, məsələn, Ağay Pezeşkiyanın yerinə deyək, məsələn, Ay Süleymani otursa, bunu düzəldə bilər. Bütün niyyəti də pak olsa, xeyr, düzəldənməz. Bu saxtar içərisində bir şey olacaq deyil. Bu saxtar sökülməlidir. Bu saxtar yox olmalıdır. Bu saxtar eləyənmir. Bu saxtar ideolojik bir saxtar. Mesela bu ideolojik empal qanununa dayalı bir sistem iqtisadisi var. Empal qanununa görə, empal bilirsiniz, ərəbi bir kəlmədir. Nə mənə ki, yer altında, yer üstündə mədənlər, cəngəllər, mərtələr, bunlar hamısı bəlli fəqiyə aiddir. Bəlli fəqi istədiyi yerdə bunu, istədiyi biçimdə də bunu istifadə edə bilər. Bu, baxıb, belə bir şeydə, belə bir qarni 21-ci əsrdə Rəis Cumhurun ağırlığı mənası nə nədir? vəzni nə mənədir? Yəni, belə bir şeyin, yəni, kim tərəfindən indi qəbul görər ki, belə bir şey? Ənfal qanunu 45-ci maddədədir, ha, yəni, qanun əsasının 45-ci maddəsindədir bu. Bu, yəni, qanun əsasının içindədir. Belə bir vəziyyətdə mən fikir eləmirəm bu qabağa gedə bilər. Mən fikir eləmirəm bu iş idamə tapa bilər. Yəni, bu şərtlərdə. Ay Ona düşdü, görə bu yıxıldı. Bax, burada bəhs budur. İndi İranda bu bax, müxtəlif fikirlər vardı, düşüncələr var. Biri cümhuri xahanla nəm zatlar
biri federalizm istəyir, biri cumhuriye mütəmərkiz istəyir, şahçılar hökuməti məşruta istəyir güya, ondan sonra nə müxtəlif, hətta solçular da bir dənə iştiraki bir iqtisad istəyirlər. Bax, bu vəziyyətdə bu necə biz çıxa bilərik, nə qayıra bilərik? Xub təbii daha Süleymanə, bütün rejimlər ki, müstəbiddirlər, istibdad rejimləri bilsən, o nöqtəyə yetirər ki, Hannah Arendt'in bir məşhur bir sözü var. Hannah Arendt bunu əlbəttə bir surəti və şayət mizah üçün deyir, 15 dəqiqə istibdadın yıxılışına qalanda belə istibdad hələ özünün qüvvəti göstərir. 15 dəqiqədən sonra yıxılacaq, hələ də yine üzdən getməz, özünü qüdrətli, deyər ki, mən hər şeyə hakiməm. Xub, təbiidir ki, elə bütün şahlar dönəmində də, istər Qacar dönəmində, istər bütün şahlar yıxılışında, ölümündən sonra bir çalxalanma olar. Yəni hər yerdə bir qüdrət ayağa durar, istər və istər hakimiyyəti ələ geçsin. Axırda biləxərə vurarlar, vuruşturarlar, döyüşərlər, axırda içindən bir qüdrət hakim olar. Elə 1357-də də belə oldu. 1357-də Xumeyni inqilabı başlatmadı. Elə məmul roşənfikrlər, danışçılar, zəhmətkeşlər, hələ məxsusən roşənfikrlər, elə sol roşənfikrlər, sağ roşənfikrlər, onlar başlatdı inqilabı, amma inqilab Xumeyni'ye mal oldu. Xumeyni bu arada her şeyden faydalandı, özünü mesela rəhbər inqilab gösterdi ve nihayet hakim oldu. Xub, indi de elədir. Mümkün saydığımız o gruplardan mümkün içinden biri, ikisi feylen hələ vuruşana kadar belə həmkarlıq ola. Ondan sonra da yavaş yavaş hükümette oturandan sonra min dənə oyunlar oynanır. Ama görünen o ki, İranın vəziyyəti 1357-dən çox fərqlidir. Bir, budur ki, İran özü biləxərə, hani biz nə qəd deyirik deyək və haqqımız da var dilə gətirək. 46 ildir bir cumhuriyə İslami ilə idarə olur. Yəni kələmə cumhuri var. Mən fikirləmirəm cumhuriyyətdən keçə dubarə məşrutiyə. Bu belə olmamalıdır. Məntiq da bunu qəbul eləmir ki, bir camiə, bir 90 milyona yaxın insan cumhuriyyətdən vazgeçib geçən məşrutiyə. Belə bir şey biraz çətin nəzərə gəlir. Hələ qaldı ki, bu məşrutə ki, mümkündür cumhuriyə, orfi cumhuriyyətə geçə. Məsələn, Türkiyə kimi, məsələn, bəzi məmləkətlər ki, cumhuriyyətlə idarə olunurlar. Yəni, zərurəti, lüzumu yoxdur ki, bu hətmən məşrutiyə geçə. Pəs binabərin, məncə məşrutə məsələsi bağlanıb İranda. Elə cumhuriyyətdir, amma yaxşısı budur ki, elə İran öz içindən əlbəttə millətlərin müşarikəti ilə, qarışması ilə, millətlərin müşarikəti ilə bir nizam qururlar ki, Xub, təbiidir ki, qudret mərkəzi bölünməli daha Süleymanı. Qudret mərkəzi, bax, bir yerdə mütəmərkiz qaldığı müddətcə onun içindən istibdad doğar. Onu əgər qudret mərkəzini kontrol olunmasa, ki kontrol olunmur, başta da kontrol olunsa sonra kontroldan çıxır, ondan istibdad doğar. Rıza Şah dövrəsində belə oldu, Muhammed Rıza dövrəsində belə oldu, Xumeyni dövrəsində belə oldu. Mərkəzi hökumət bu yıxılmalıdır. Yəni mərkəzi hökumət yıxıldığında deyilində, yəni zənn eləmir ki, deyək ki, məsələn İran dağılmalıdır. Yox. İranın da dağılmaması üçün də İranda yaşayan bütün millətlər yer müşarikət edərlər. Aralarında müşarikət biçimində bir hökumət qururlar. Ki onun adı da federal hökumətdir. Məmulən federal hökumətin bu hüsnü vardı ki, biri-birini nə edirlər? Dostluq edirlər, biri-birini yaxınlaşırlar, imkanlarına faydalanırlar. Biri tövlid sənətiyə geçir, biri tövlid kişavərziyə geçir. Bunların içində bir, hani bəyaxsız bir şeyə işarələdiniz.
o rəqabət gücü bunların arasında çoxalır. Rəqabət gücü də iqtisadı gücləndirər, iqtisada qüvvət verər. Rəqabət gözəl bir şeydir və bu da millətlərin hakimiyyəti ilə olar. Millət gərək öz qədərinə hakim ola, öz sərniştinə hakim ola Süleyman. O oradadır ki, millət eləyə bilər, özünü inkişaf eləsin, özünü göstərsin və rəqabətə hazır olsun. İranda mən fikirəm o dövrə quturub ki, artıq mərkəzi hökumət Tehranda otura və bütün İran böyük bir yerdir, böyük bir məmləkətdir. Hələ 90 milyon cəmiyyəti ilə, tək cəmiyyəti ilə deyil, zaten coğrafiyası böyük bir Bəli, coğrafiyadır. 1 Bu milyon coğrafiyada 1 milyon 648 648 min kilometr mürəbbədir, min yəni bu kilometr mürəbbə. bunu qalxıb da bir yerdən idarə etmək heç ağıl işi deyil. Bu elə bilər neçə dənə eyalətə ki, bizim qanun əsası məşrutiyyətdə də var idi. Neçə eyalətə bölünsün, bu neçə eyalət öz hökumətlərini qursunlar. Amma həmkarlıq ilə, bir-birlərinə yaxınlıq ilə. Bizim Fərqi Demokratı Azərbaycanın milli hökumətinin də siyasəti bu idi. Bak 12 şəhriverin müqəddəməsində bunu yazır. Yazır ki, biz Azərbaycanlılar azad olduğumuz müddətcə bütün bu azadlığı bütün İrana yaya bilirik. Bu imkan bizdə var. Ki, eləyə bilək, bütün İranda azadlıq yayılsın. Və bütün millətlər özlərini hür hiss eləsinlər, azad hiss eləsinlər. Bu azadlıq siyasi, rüşd siyasiyə müncər olar, rüşd iqtisadiyə müncər olar, rüşd ictimaiyə müncər olar, rüşd fərhəngiyə müncər olar. Və bunlar hamısı da nişan verir ki, təbiidir, gərək bir hökumət mərkəzi bölünə. Bir şey sizə bu bərnamədə deyim ki, yadımızdan çıxmadan. Bilirsiniz ki, 24 Azər geçen həftəydi də, yəni. 24 Azərdə bir hadisə oldu dünyada ki, onun üstündə danışmadıq, biz onun üstündə danışmalıydık. UNESCO Mərkəzi Fərhəngi Etirazatdır da böyle. UNESCO Türk dilini 24 Azər ayını dünya Türk dili ilan elədi. UNESCO ilan elədi. Sazman Milləl Müttəhidin fərhəngi nəhadıdır. Nəhad Fərhəngi Sazmanı Milləl Müttəhid UNESCO Türk dilini 24 Azəri dünya Türk dili ilan elədi. Bunu da sizə təbrik edirəm. Cənab Erdoğan'ın təklifinlə bu məsələ UNESCO qəbul edildi. Bəli, hətta elan elədi ki, 130 milyon insan daha çox da ola bilər. Bəllidir ki, məncə 300 milyon insan dəyişik ləhcələrlə bu dili danışırlar. Dünyada əhəmiyyətli bir dildir. Onu həm sizə təbrik edirəm, həm Türk dünyasına təbrik edirəm. Biz Azərbaycanlıları da təbrik edirəm. Bu da çox əhəmiyyətli bir xəbərdir. Dedim ki, bunu da bərnamədə yadımızdan çıxmışdı. Əlbəttə bir 3-4 dəqiqə vaxtımız vardı. Əgər bir sözünüz vardısa gənə də. Cənab Süleymani, nəhayət bilirsiniz ki, vaqiyyətdir ki, çox söz çoxdur. Söz qutaracaq zadımız yoxdur. Hər ləhzə, hər şeydən xəbərlər gəlir. İttifaqən cəlib bir zatdır Şah Süleymani. Bir də böyük bəhs İranda başlayıb ki, Xameneyinin yerinə kimlər otura bilər? Ay Xameneyi biləxərə mümkündür bu il, mümkündür sabah, mümkündür bir il, mümkündür 5 aydan sonra biləxərə qoca kişidir, eyni zamanda xəstəliyi də var. İnşallah Allah o günü tez qismət eləsin. Deyirlər, Ağay Ruhani özünü hazırlayır. Guya Ağay Xameneyi Guya Seyid Müştəbadan da vazgeçib. Yəni şərtlər elə olub ki, Seyid Müştəba artıq kandidatdan çıxıb listədən. Guya ayrı adamlar listəyə girib, az cümlə Ağay Ruhani. Ağay Ruhani ilə ayrı bir adam da girib listenin içərisinə, o da Seyyid Həsən Xümeynidir. Deyirlər ki, təbiidir ki, Xameneyinin səhnədən çəkilməsi ilə mümkündür ki, bəzi şeylər tez dəyişə, yəni vəziyyət ayrı bir şəkl ala. Ola bilər, ola bilər. Təbiidir ki,
Xamenei böyük bir gücdür. Hətta tək güc deyil, manedir. Bir yerdə sədd edir, qoymur ki, camiə öz axışı ilə davam eləsin. Xamenei bilmirəm indi əvvəldə necə idi, amma bu son illərdə, bu son 20 ildə, 15-20 ildə vaqəən təbdil olub bir dənə faciəyə. Xamenei. Be xatir ki, hər şeyə mane olur. Hər şeyin qabağını alır və deyir, burada mən hakiməm, mən qərar verirəm və vaqiətdə də elə eləyir. Dövlətin işin müxtəll edir, vəzirlərin işin müxtəll edir. Özü deyir, bu vəziri mən kontrol eləyəm və mənim intihabım ilə bunlar məclisə verirlər. Məsələn, vəzir-ül xarici deyir ki, həmişə deyir, mənim kontrolumda ola. Vəzir-i Keşfər deyir, mənim kontrolumda ola. Vəzir-i İttəlaat deyir, mənim kontrolumda ola. Bunların hamısı bir faciə yaradır. İkinci böyük faciə budur Şahid Süleyman. 46 ildən sonra hələ dadgahı inqilabın idaməsi bir faciədir. Bu özü də bir faciədir. Ona görə bu rejim dediği için bunlar hamısı rejimin saxtarıdır. Bəli. Rejim bunlardan təşkil tapıb. Məncə bu rejim, bu saxtar yıxılmadığı sürəcə bu rejim hətta öz ayağı özünü də qaldıranmaz. Özünü də doğrulanmaz. Ona görə bu rejim getməlidir artıq. Ayrı bir yolu yoxdur. Bəli. Dəyişmə yolu imkanı yoxdur. Çox sağ Teşekkür olun edirəm. ay Düşdür. Siz də Hər sağ hal olun. təşrif gətirdiniz, lütf elədiniz. Çox gözəl Xahiş edirəm. məlumatlar, çox gözəl analizlər verdiniz. Çox minnətdaram. Sağ Əziz olun. hörmətli izləyənlər, gələn görüşlərə qədər sizə Allaha tapşırıram. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər. Hələlik Sağ olun. Allah'ım. Sağ ol ay Düşdür. Siz də sağ olun. Sağ ol.